Windows 7 əməliyyat sistemi 8-ci hissə pəncərə anlayışının davamı. Pəncərənin digər görünüş formasına gəldikdə isə bu hissədə yəni ki, verilən Windows əməliyyat sistemində pəncərənin sol tərəfindəki hissə bizdə adlanır Navigation Pane, yəni ki, sürətli hərəkət paneli. Sürətli hərəkət panelində biz artıq hər hansı, yəni ixtiyari bir pəncərədə olduğumuz zamanda bu sürətli Navigation Pane, yəni sürətli pəncərə vasitəsilə, sürətli keçid vasitəsilə istədiyimiz digər pəncərəyə aktiv keçid, yəni sürətli keçid edə bilir. Yəni Navigation Pane hansı pəncərə daxilində olursa olaq, istədiyimiz bir pəncərəyə sürətli şəkildə keçid edə bilirik. Növbəti hissəmizə gəldikdə verilən bu hissədə, yəni göstərilən bu hissə məlumat pəncərəsi hissəsi adlanır. Məlumat pəncərəsi hissəsi nələrdən ibarətdir? Bunlara baxacağıq. Məlumat pəncərəsində artıq seçili olan hər hansı bir element haqqında ümumi məlumatlar əks olunur. Tutaq ki, biz bir məlumatı seçmişik, yəni bir faylı seçdik, bir sənədi seçdikdə artıq onun adının redaktə edilməsi, ölçüsü və həmçinindəki həmin sənədin adı göstəriləcək. Həmin məlumat pəncərəsi, yəni panelinin sətrinin aşağı hissəsində görünən isə adlanır cari vəziyyət sətri. Cari vəziyyət sətrində artıq görünür ki, biz seçili olan elementlərin sayını avtomatik olaraq buradan tapa bilərik. Məlumatda həmin seçili olan elementlərin haqqında genişləndirilmiş şəkildə məlumat olur. Ancaq cari vəziyyət sətrində görürük ki, artıq burada seçili olan elementin və yəni içərisində hər hansı seçilmiş elementin sayı göstəriləcək. Ümumi pəncərə görünüşündə digər əlavələr etsək, məsələn, təşkil et menusundan biz bu pəncərənin görünüşünü istədiyimiz kimi nizamlaya bilərik. Biz təşkil et, yəni Organize bölməsini açdıqda Layoutdan gəlib, tutaq ki, biz bu pəncərədə menu sətrinin olmağını istəmirik. Və bunun zaman, bunun qarşısındakı işarəni götürdüyümüz zaman artıq pəncərədə menu sətri görsənməyəcək. Eyni qayda ilə digər əməliyyatlar, vəziyyət sətrinin görülməsini istəmirsə, qarşısındakı işarəni götürürük. Həmçinin də sürətli əmrlər, Navigation Pane qarşısındakını götürsək, artıq pəncərəmiz yeni bir görünüş formasında olacaq. Ümumi pəncərənin haqqında, yəni pəncərə görünüşündə digər bir məlumat verə bilərik ki, biz hər hansı, yəni bu qovluğun adı, yəni testdə bizdə soruşularsa və bizə çaşdırmaq məqsədi ilə bu hissə verilərsə, biz həmin bu içərisində olduğumuz, görünüşdə olan qovluğun adını müəyyən etmək üçün axtarış bölməsinə baxmağımız kifayət edir. Görürük ki, bu axtarış bölməsində belə deyək, solğun rənglə yazılıb söz learn info. Yəni ki, bu hal-hazırda bizim aktiv olan pəncərənin adını göstərir. Başqa bir hissəyə baxsaq, ümumi pəncərədə menu sətrində, yəni menularda File, Edit, View, Tools, Help hissələri mövcuddur, yəni menuları mövcuddur. File menusu ilə biz həmin qovluğu eyni bu paneldə olduğu kimi paylaşa bilərik şəbəkə üzərindən. Həmçinin burada bəzi qadağaları həyata keçirə bilərik və bunun tərkibində eyni kontekst menunu basdıqda açılan, yəni daha da sağ düyməni basdıqda açılan kontekst menunu fayl menusundan da açmaq mümkündür. Seçilmiş elementin yarlığını yarada bilərik, silə bilərik, adlandıra bilərik, xüsusiyyətlərinə baxaraq həmçinin də pəncərəni bağlaya bilərik. Edit menusu vasitəsindən hansı işləri görmək olar? Edit menusu vasitəsindən göründüyü kimi son icra olunan əməliyyatların geriyə qaytarılması, əvvələ qaytarılması, elementin yerinin dəyişdirilməsi,
kopyalanması, kopyalanan və yaxud da ki, kat olunan elementin istənilən yerə yerləşdirilməsi, həmçinin yerləşdirmə zamanı həmin qovluğun qısa yolunun yaradılması, yəni qısa yol şəklində yerləşdirilməsi, həmin elementin kopyalanması, yerinin dəyişdirilməsi, yəni köçürülməsi və bütün tərkibində olan elementlərin seçilməsini həyata keçirmək mümkündür. Və seçilmiş bütün elementlər varsa, bunları artıq deaktiv edə bilirik. Göründüyü kimi. Növbəti menümüz View menüsü. View menüsü vasitəsindən artıq biz tərkibində olan, yəni pəncərənin görünüşündə, görünüş formalarını aktiv və deaktiv edə bilərik. Yəni artıq içərisində olan elementlər istəyirəm ki, lap böyük formada görünsün. Eyni bu bizim tabımızda, yəni ki, təşkil et tabında olduğu kimi. Sonra View menüsü vasitəsindən artıq biz vəziyyət sətrini aktivləşdirə bilərik. Nizamlaya bilərik. Yəni artıq qovluğun tərkibində olan hissələr adına burada artıq son düzəliş redaktə vaxtına, tipinə və ölçüsünə artan və azalan sırada belə deyək ki, nizamlanmasına yəni ki, gətirib çıxarda bilərik. Yəni nizamlaya bilərik. Eyni qayda ilə artıq biz bunu axtarışda qruplaşdırırıq, yəni axtarış zamanı qruplaşdırmanı da qruplaşdırsaq da eyni ada, düzəliş vaxtına görə nizamlamaları həyata keçirə bilərik. Yəni bu artıq biz görəcəyik, yəni görürük ki, burada artıq bizim görünüşümüz, yəni nizamlamamız düzəliş müddətinə əsasəndir. Qruplaşdırmanın da eyni qaydası varsa, artıq bunu ada görə görürük ki, hərflər sırasına görə artıq biz bunu çeşidləmiş oluruq. Sonra View menüsü vasitəsindən ən önəmli özəlliklərdən biri belə deyək ki, üzr istəyirəm, onun özəlliklərinin dəyişdirilməsi. Artıq biz həmin qovluğun özəlliklərini istədiyimiz formaya çeşidlənmə aparsana, yəni ki, artıq orada istədiyimiz formalı dəyişiklikləri etmiş, yəni görünüşünü dəyişiklikləri edə bilərik. Növbəti menüdə Tools, yəni ki, servis menüsündə ən önəmli testdə çox istifadə edilən hissələrdən biri Folder Options'dır. Folder Options'dan artıq biz, yəni qovluğun belə deyək ki, redaktələrini, dəyişmələrini, yəni haqqında ümumi redaktələri aparmaq mümkündür. Məsələn, View hissəsindən biz bu qovluğun və yaxud da ki, bunun tərkibində olan qovluğun, yəni gizlədilmiş qovluqlar da varsa, görürük ki, hal-hazırda bir dənəsi var və biz bunu görünür şəkilə gətirərik. Help menüsündə də artıq biz qovluq haqqında, yəni əməliyyat sisteminin bizə verdiyi kömək al, yəni ingilis dilində olan kömək al bölməsini aktiv etmiş olarıq.